İki fərqli içliklə çox ləzzətli, xırçıltılı badımcan ruleti hazırladım. İnanın ki, vaxtım da az getdi, amma ləzzəti möhtəşəm oldu. İlk öncə badımcanları yuyub, qabığını soymadan uzunsov formada lay-lay doğrayıb duzlu suda saxlayıram. İstifadə etdiyim yağ isə intizar günə baxan yağları qatqısız 100% təbii və rafin edilməmiş yağdır. Bir çox marketlərimizdə satışı mümkündür. Mütləq siz də alın, istifadə edin, çox razı qalacaqsınız. Badımcanları ilk öncə yumurtaya, sonra un və nişasta qarışımına batırıb yağda qızarana qədər bişiririk. Badımcanlar qızarana qədər biz keçirik içliyə hazırlamağı. İlk öncə içliyə mayonez və xama qarışımı, bir dəstə cəfəri, bir diş sarımsaq, azca duz əlavə edirik. İçliyimiz hazırdır. Badımcanın üzərinə çəkib rulo formasında bükürük. İkinci içliyimiz isə eynən bu içlikdən istifadə edib pomidor, xiyar və kah əlavə edirik. İnanın ki, çox dadlı olur. Hazırlayacaq olan hər kəsə nuş olsun. Bu cür reseptlərin davamı üçün mütləq səhifəmizi kəşf etdə videom qarşınıza çıxsa like edin.